Sən tənbəlsən, elə mənim kimi. Amma mən Bunun ötəsindən gəldim. Sənə də öyrədəcəm. gəl əvvəl onu qəbul eləyək ki, tənbəllik tam normal haldır. Bizim uzaq əcdadlarımız əsasən iki səbəbdən aktiv olurdular. Ya yemək tapmaq lazım olanda, ya da ki yırtıcıdan gizlənəndə. Qalan vaxt enerjini qorumaq üçün onlar istirahət edirdilər. 21-ci əsrdə bu iki problem artıq mövcud deyil. Amma onlara əsaslanaraq sənin beynin milyon illər təkəmmül edib. Və sənin üçün indi vacib olanlar ona elə görünmür. Bu da tənbəlliyin kökü. Yaxşı, bizim tənbəlliyə təslim olaq? Əlbəttə ki, yox. Bu 5 üsul sənə motivasiyanı qorumaqda kömək edəcək. 1. Kənardan dəstək. Əgər məşqə gedirsənsə, dostunla get və ya məşqçi tap. Dil öyrənirsənsə, qrup şəklində öyrən. Biz sosial varlıqlarıq və bizim üçün dəstək və kiməsə hesabat vermək çox vacibdir. 2. Tapşırıqları mikro addımlara böl. Tənbəllik çox vaxt beynin böyük məqsədlə yüklənməsi nəticəsində yaranır. Çətin tapşırığı xırda 5-10 dəqiqəlik hissələrə böl. Kitabın yarısını yox, bir fəslini oxu. Otağın bir küncünü yığışdır. Ən asan adımla başlamaq müqaviməti azaldır və irəliləyiş effektini işə salır. 3. Hərəkəti vərdişə çevir, yəni avtomatlaşdır. Elə ki, tapşırığa başlamaq sənin üçün bu qapıların açılması kimi rahat olsun. Məsələn, kitab oxumaq vərdişi yaratmaq istəyirsən. Hər gün müəyyən vaxtda sadəcə 2 səhifə oxu. Vərdiş 2 aydan 6 aya qədər oturur. Bu müddətdən sonra prosesi çətinləşdir. Yəni səhifələrin sayını çoxalt və ya daha çətin kitablara keç. Amma vərdiş formalaşana qədər gücünü çox xərcləmə, yoxsa tükənəcəksən. 4. Özünü yox, mühiti dəyiş. Çətinlik yaradan şeyləri yığışdır. Məsələn, sosial şəbəkələrdən asılılığın varsa, telefon üçün taymerlə işləyən kilit al. Və əksinə, faydalı vərdişləri asanlaşdır. İdman formanı göz qabağına qoy, zalı isə evə yaxın tap. Beyin abstrakt məqsədlərdən çox real siqnallara tabe olur. 5. Nəticəyə yox, prosesə fokuslan. Bu layihəni bitirəcəm yox, 25 dəqiqə bunun üstündə işləyəcəm. Pomodoro metodu, yəni biraz işlədin, sonra dincəldin, təzyiqi azaldır və özünə həmişə dinən. Yoxa lənət. Lap kiçik belə addım hərəkətsizlikdən yaxşıdır. Məsələn, sən 5 dəqiqə dərs eləsən, dopamin ifraz olunacaq və bu davamlılıq şansını artıracaq. Unutma, genləri sən seçmirsən, amma onlarla necə davranacağın tam sənin əlindədir. Motivasiyanı idarə edəcəksən, yoxsa